Uşaqlar arasında son günlərdə çox yayılan mövsümi viruslardan influenza A və influenza B çox görülməyə başladı. El arasında bundan donuz qripi də deyirlər. Bu virusun əsas əlaməti yüksək və çox dirəncli bir qızdırmadır. Hansı ki, ailə deyir ki, uşağın qızdırması 40-a çatır, hətta dərmana tabi olmur. Biraz düşəndən sonra 1-2 saat sonra yenidən yüksəlir. Eyni zamanda bu əlamətlə yanaşı uşaqda burun tıxanıqlığı və burun axıntısı, ardınca da quru, bezdirici, boğucu öskürəklər gəlir. Eyni zamanda influenza virusunda uşaqlarda əsas əlamətlərdən biri əzələ və oynaq ağrılarının olmasıdır. Hətta uşaq gəzə bilməmə durumuna qədər gələ bilər. Körpə uşaqlarda isə əzələ və sümük ağrıları onda huzursuzluq, çox ağlama və narahatlıqla özünü göstərə bilər. İnfluenza virusunun diaqnostikası zamanında aparılarsa, ona müvafiq aparılan müalicələrdə ağırlaşmanın önünə keçə bilirik. İnfluenza zamanı çox zaman ikincili bakterial infeksiya çox görüldüyü üçün uşaqlarda otit, pnevmoniya kimi riskli ağırlaşmalar ola biləcəyinə görə vaxtında diaqnoz və vaxtında müalicə çox önəmlidir.